Siz fikir verin, onu tez-tez göstərirlər. Deməli, həm Heydər Əliyevin, həm İlham Əliyevin Köçəryanla və Sarkisyanla şəkillərinə baxın. Necə mehribandılar onlar? Bax, necə mehribandılar. Onlar hər zaman deməli gülə-gülə görüşüblər. Hər zaman dostcasına görüşüblər. Heç onların sifətində mən görməmişəm nifrət məsələ. Məsələn, Paşinyanla görmüşəm o nifrəti. Paşinyanla görüşəndə. Özü də hələ bu savaşdan qabaq. Hələ heç nə eləməmişdi Paşinyan bizə. Amma deyirsiniz ki, amma hər zaman deyirsiniz ki, daxildə müxalifətə nifrət nümayiş etdirilir. Bəli. Yəni biraz da fərqi abartmırsınız ki, yəni necə ola bilər ki, məsələn, Ermənistan rəhbərliyinə o nifrət yoxdur, amma sizə var. Bəlkə bir zəhmət çəksin, hökumətin nümayəndələri onun izahatını versin. Bax, siz çağırırsınız bu efirə, indi onlar zəhmət çəkib onun izahatını versin ki, nəyə görə deyək ki, Azərbaycanın real müxalifətinə İlham Əliyevin münasibəti daha sərt olub hər zaman. İndi bu son müharibədən sonra biz də çox dedik. İndi Sarkisyan da hədəliyir, Köçəryan da hədəliyir. Bir dəfə də bir siyasi səhv buraxıb Köçəryanı siyasi məhbus elan eləmişdi. Onu da çox xallandırdı. Ondan sonra daha indi son 2 ildə deyil bu. Son 2 ilə qədər, bu 2-ci Qarabağ savaşına qədər. Yəni əslində beynəlxalq müşahidəçilər tez-tez İlham Əliyevi nifrət nitqində günahlandırırlar Ermənistan rəhbərliyinə qarşı. Yox, bu son illərin məhsuludur bu. Son illərin məhsuludur. Amma ondan əvvəlki fakt var da, deməli videolar var, fotolar var. Götürün onları təqdim eləyin. İndi təəssüf ki, bu proqram canlı gedir də, onları bizim danışığımıza göstərmək də olardı. Bizə münasibətinə baxın İlham Əliyevin, Tofiq Yaqubluya münasibətinə baxın, Əli Kərimliyə münasibətinə baxın, Cəmil Həsənliyə münasibətinə baxın, Bəxtiyar Hacıyevə münasibətinə baxın və Sarkisyana və Köçəryana münasibətinə baxın.